Saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrım saç. Alo. Alo, sənin təzə nömrənə zəng eləsəm olar Banu? Ay Allah. Yenə sənsən? Axı demişdim ki, mənə zəng eləmə. Əl çək məndən. Yaxşı da əl çəkərəm. Amma əvvəlcə gəl bir dəfə görüşək. Axı sənə demişdim, mən kəndə heç vaxt qayıtmayacağam. Qayıtmayacağını bildiyimə görə özüm gəldim. İndi mən qırmızı malikanənin darvazasının qabağındayam. Aşağı düş, gəl görüşüb danışaq. Necə? Sən buranın ünvanını necə tapmısan? Tez ol, buradan çıx get. Sən aşağı düşməyənə qədər getməyəcəm. Tez ol, düş. Axmaq. Yenə nə olub, hə? Nə olacaq? Fərrux məni axtarıb tapıb kənddən bura qədər Hay gəlib. Allah! Bircə bu çatmırdı. Səndən nə deyim elə? Əlindən bir gün dincliyimiz yoxdur ki. Problem üstünə problem gəlir. Yox, mən elə gərək daim bax bu kompüterimi 24 saat boyunca mütəmadi işlədim. Hə? Ata-babalarımız düz deyiblər. Var dövlət səksəkədir. Mən də daim səksəkə içindəyəm. Hə, nədə anacan? Məyər o oğlanı mən bura çağırmışam? Mənə bax ay qız, qulaq as. İndi tez bayıra çıxacaqsan. Bilmirəm, xoşluqla ya məcburi şəkildə o niyabət Fərruxu tez buradan rədd eləyəcəksən. Elə ki bir də bura ayaq basmasın. Get. Get. Yaxşı. Hı? Ay Allah. Bir bu sənədlər də tezliklə hazır olsaydı, mənim adıma keçirilsəydi, hər şey həll olunardı. Saç nümunəsini laboratoriyaya təhvil verdim. Əkdirməyə verdim. Nəticələr nə vaxt çıxacaq deyə bilərsiniz? Axı o gün sizə hər şeyi izah elədim. Adətən bu 2 həftə çəkir. Yoxsa sizə təcili lazımdır? Yox, təcili deyil. İşinizi tələsmədən görün. Buna görə narahat olmayın. Nəticələr çıxan kimi sizə xəbər verəcəyik. Sağ olun, bacı. Səma, sən əvvəl-axır mənim yanıma gələcəksən. Sən gələnə kimi mən bu damda oturacağam. Aslan, çıx get, gözləmə. Mən ora gələ bilməyəcəm. Axı səni belə mesaj yazmağa kim məcbur eləyə bilər, hə? Məni heç kim məcbur eləmir. Xahiş edirəm, məni başa düş. Səma, axı sən əvvəl başqa cür danışırdın. Xahiş edirəm, yanıma gəl. Mən bunu eləyə bilmərəm. İndi gələ bilmərəm. Banu, sənin üçün çox darıxırdım. Mənə yaxın gəlmə.
Yəni sən bu dərəcədə dəyişmisən? Amma əla evə gəlmisən ha? Kimin evidir? Mənim evimdir. Hə? Xahiş eləyirəm. Söhbəti çox uzatma. Buradan çıx get. Məni istəyirdin, gördün. İndisə get. Banu, mən sənsiz yaşaya bilmirəm. Mən zəng eləyəndə zənglərimə cavab ver. Bilirsən nə var? İndi burada elə şeylər baş verir ki, onları sənə izah eləyə bilmərəm. Nə qədər ki gələn olmayıb, çıx get. Axı, biz ki hələ heç nə danışmamışıq. Heç olmasa biraz danışaq da, hə? De görüm, mənim üçün darıxmamısan? Sən doğrudan kütbeyinsən? Sənə dedim ki, çıx get. İndi belə danışmağın heç yeri deyil. Getməyəcəm. Bir dəqiqəli içəri girəcəm. Dayan, dayan. Sən məni sevirsən? Hə. Məni sevirsənsə, tez ol, çıx get. Bir də ki, burada olduğumu hardan bildin? Özümü axtarıb tapdım. Bilirsən ki, səni qoxundan da tapa bilərəm. Əgər həqiqəti deməsən, bir də heç vaxt qarşıma çıxma. Yaxşı. Bunu mənə Səma dedi. Yaxşı, səndən sonra danışarıq, get. Onda zənglərimə cavab ver. Yaxşı. Sərxan? Təəccüblüdür, adım yadındadır. Bəs himayədarın hardadır? Sənə vaxt verdim. Artıq əsəblərimlə oynama. Pulumu qaytar. Mənim indi pulum yoxdur. Hey! Bir saatdan sonra pullar məndə olsun. Başa düşdün? Başa düşdün? Bu dəfə əli boş getməyəcəm. Ya pulu alacaq, ya da ki canını. Məni başa düşdün? Yaxşı. Bir saatdan sonra köhnə yerimizdə. Banu, Mənim burada olduğumu Fərruxa nəyə görə demisən? sen Polada burada olduğumu niye demiştin? Ha? Niye demiştin? Frida. Sən bizə yalnız problem yaradırsan. Yaxşı bilirəm ki, Fərruxu bura bilə-bilə çağırmısan. Var dövlətin varisi olmağımı heç cür qəbul eləyə bilmirsən. Bu sənin xoşuna gəlmir, hə? Senin var dövlətin özüne qismət olsun bildin? Ey, bəsdir, riyakarlıq eləmə. Nə fikirdə olduğunu bilirəm. Öz-özünə deyirsən bu var dövlət mənim olmalıydı. Axı sən kimsən ki bu var dövlətə sahib olasan, hə? Hə, əl-ayağa düşmüsən, hə? Düzdür? Mən bu vaxta kimi sənə bir pislik eləmişəm Banu. Bəlkə nə vaxtsa sənə nalayıq bir söz demişəm. Axı niyə sən mənə qarşı ögey bacı kimi davranırsan? Çünki həqiqətən də ögey bacımsan. Rədd ol, ged evimdən. Banu. Bura hələ sənin evin deyil. Sən çalış həddini biləsən yaxşı. Həddimi bileyim. Banu. Yaramaz. Evindən çıx gedəcəksən, eşidirsən? Bəsdir. Buna son qoyun. Ana, məni bağışla. Başa düşmədim. Yenə məndən nə oyun oynayırsan, Səlim? Bu oyun deyil, ana.
Başım heç cür ayılmır, bəla dalıcan gəlir. Xahiş edirəm, məni bağışla ana. Sənin başına gələn bu bəlalarda mənim nə günahım var? Sən özünü bağışlanmağa layiq hesab eləyirsən? Hə, mən əclafam. Mən sənin gözündə əclaf, fərsiz övladan bilirəm. Axı mənim günahım nədir ana? De görüm nədir? Unutma. Sənin əlin Səlim qardaşının qanına bulaşıb. Bu yalandır. Bu mənim günahım deyil ana. Axı qardaşımı onun dostu öldürüb. Amma sən həmişə məni qatil bilmirsən ana. Məni qarğımısan. Atam da öləndə mənə halallıq verməmiş öldü ana. Səlim, bir miras nədir ki, ona görə rol oynayırsan? Yəni sən bu qədər əclaf adamsan? Bax elə sizin bu ahınız, bədduanız mənim balalarımı tutur. Elnur hazırda xəstəxanadadır. Ölümlə mübarizə aparır ana. Bunu mənə göstərməkdənsə Allah mənim canımı alaydı. Övladımla sınağa çəkilib cəzalanmaq istəmirəm. Xahiş edirəm. Elnur'un xatirinə, ən çox sevdiyin nəvənin xatirinə məni bağışla ana. Xahiş edirəm. Sən məni belə amansızcasına boş yerə qarğıma ana. Görürsən, sənin ahın balamı tutub. Xahiş edirəm, bağışla mən ana. Nə olar bircə dəfə de ki, bağışladın məni ana. Elnur hansı xəstəxanadadır? Niyə evimdə dalaşırsınız? Axı sizin nəyiniz çatmır, hə? Nəyiniz? Bizim burada olduğumuz haqda Fərruxa bu əyri süpürgə deyib. Xəbərin var? Suyun lalaxanı adamın yerə baxanı. Amma bu adam deyil. Bəs sən Polada mənim burada olduğumu deyəndə adam olduğun yadındaydı? Banu, Səma, kəsin səsinizi. Susun. Bir-birinizi dinmədən sakit yaşaya bilmirsiniz? Məni hövsələdən çıxarmayın. Ana, mən sənə demişdim axı, bunu buradan tez rədd eləmək lazımdır. Görürsən, artıq Fərrux bizim harda olduğumuzu bilir. O bizdən əl çəkməyəcək. Mənə qulaq as. Sən o Fərruxu mənə həvalə elə. O hələ də nanəyə nənə deyir. Südəmərdir. Onu mənə həvalə elə, ona gününü göstərim. Onu elə lal eləyim ki. Səma, mənə qulaq as. Axı sən böyüksən. Banu səndən kiçikdir. Olmaz ki, onu incitməyəsən, qızım. Mən heç nə eləmədim. O özü mənə ilişir. Məyər bu qız Fərruxdan qaçmaqla neysə dəyişəcək? Axı heç nə dəyişməyəcək. Banu, rədd ol. Ana! Get, yoxsa saçını yolaram. Get! Əsəblərimlə oynama. Əsəblərimlə oynama. Yoxsa özümdən çıxaram ha. Tez ol, çıx get buradan. Sənə nifrət eləyirəm. Rədd ol. Axmaq. Kızım, inan ki göz yaşlarım buna değmez əzizim. Mənə qulaq as. Axı o yetim uşaqdır. Ona güzəştə getməyə məcburuq. Yetimin başına sığallamaq lazımdır kızım. Ana! Ulduz xanım. Ondansa sən mənim üçün qəhvə dəmlə. Sənə tamaşa eləyə-eləyə oturub qəhvə içəcəm. Salam əleykum Səlim bəy, necəsiz? Çox sağ ol. Mən bayırda gözləyirəm. Anamı gətir gəl. İşin öhdəsindən gələ bildin? Hər şey sizin istədiyiniz kimidir. Yaxşı. Onda mən gedirəm, bir işim var. Sən evə nəzarət elə. Bax ki, bunlar yenə evə od vurub yandırmasınlar. Ana, nə olub, salamatlıqdır? Ax, heç vaxt Səlim qardaşla heç yerə getməzdin.
Salamatlıqdır. Bir yer var, ora dəyib gələcəyik. Salamatlıqdırsa lap yaxşı. Sağ salamat ana. Hə, indi sənin növbəndə Cavidan. İndi uduzacaqsan ha Cavidan. Sakit dayanın. Əgər bunu bacarsaq, biz çox şey əldə eləyəcəyik. Bir dəfə də olsa bəsimdir. Əclaf. Nə oldu? Əşi nə olacaq, Hara getməli idi, orada getdi. Onda niyə bayaqdan dayanmırdın axmaq? Bütün pulların anasını ağlatdın. Hey, məyər bilə-bilə uduzmuşam? Udanda hamınız sevinirsiniz. Hey, kartdakı pulun hamısını uduzmusan. Axşama qədər onları yerinə qoymalıyam. İndi mən neyniyəcəm, hə? Batır, təşvişə düşmə. Hey. Bəsdir, sakit ol. Bir çıxış yolu taparıq. Gəlin. Səni narahat eləmədim ki, Samir. Yox, nəsə işim var idi. Buyur. Aşağı düşək. Məncə sən bunu bilməlisən. Nə olub? Xahiş edirəm birbaşa mətləbə keç, yaxşı Banu. Yox, bunu sözlə izah eləyə bilmərəm. Gəl. Tez ol, gəl aşağı düşək. Nə deyirəm, gəl gedək. Nə olar, cavab ver də Aslan. Bu qız da mənə lap boğaza yığıb. Düz 3 dəfə mənə zəng eləmisən. Üçündə də sənin zənginə cavab verməmişəm. Bu o deməkdir ki, səndən danışmaq istəmirəm, başa düşdün? Aslan, bir dəqiqə dayan. Xahiş eləyirəm, mənə qulaq as. Nə olar, xahiş eləyirəm, məni xilas elə. Ümidim yalnız sənədir. Aslan, xəbərim var. Onlar məndən heç cür əl çəkmirlər. Onlar yəni kim? Sən onları tanımırsan. Mənə deyirlər ki, səni öldürərik, ilim-ilim itilərik, Aslan. Yaxşı, indi hardasan? Mən indi küçədəyəm. Yaxşı, gəlirəm. Çox sağ ol qızım, əlin qolun var olsun. Gəl Samir, gəl. Gəl içəri. Buyur. Banu, bura niyə gəldiyimizi izah eləyə bilərsən? Bu qız evdə oğurluqla məşğuldur. Aha, vay başıma xeyir. Sən nə danışırsan Banu? Mən bunu öz gözümlə görmüşəm, anacan. Oğurluqla? Bu dəfə nə qədər oğurlanmısan? Sən heç bilirsən nə danışırsan? Mən sənin pul oğurladığını görmüşəm. Hansı pul? Nə qədər oğurlayıb? Bir xeyli pul var idi, ana. Oğurlayıb, sonra da bura gətirdi. Bu, onun yaşadığı evə qarşı xəyanət deyil. Hə, Samir qardaş? Hə, xəyanətdir, özdə böyük xəyanət. Bağışlanmaz xəyanətdir. Bu evin duzunu yeyib, duz qabısına tüpürürsən. Nə qədər oğurlamısan? Mən heç bir pul oğurlamamışam. Yalan danışır. Gəlin mətbəxi axtaraq tapacağıq. Mətbəxi niyə axtarırsınız? Sənin əlində sübutun var? Bir baxın. Baxın, görürsünüz? Adama deyərlər soğan yeməmsən, için niyə göynəyir? Banu! Yaxşı, indi baxarıq. Belə. Hey, Yaxşı. başıma xeyir, burada nə baş verir? Ay, ay Allah, canıma qorxu düşdü. Elnur, oğlum, necəsən? Mən gəlmişəm. Bizi belə qorxutma oğlum. Axı səni nə qədər çox sevdiyimi yaxşı bilirsən. Əgər bizi atıb getsən, səndən çox pis inciyərəm oğlum. Özünə gəl. Əgər sağalsan,
Mən özüm səni buradan çıxarıb evə aparacağam. Yadındadır? Sən balaca olanda birlikdə dağa qalxardıq. Səni yenə o yerlərə aparacağam. O bu dəqiqə huşsuzdur ana. Mənə olunan bəddua balamı tutub. Xahiş eləyirəm. Bağışla məni ana. Mənə başqa heç nə lazım deyil. Balamın ayağa qalxması üçün məni bağışla. Sadəcə bağışladım de ana. Bundan sonra sənin sözündən çıxmayacağam. Nə olar? Bircə dəfə səni bağışlayıram de, nə olar? Sənin günahların o qədər çoxdur ki, bağışlayıram deməyə dilim gəlmir. Ana, belə eləməkdənsə məni övladlıqdan çıxart. Axı balam burada əziyyət çəkir ana, zülüm çəkir. Səni bağışladım desəm, Elnur sağalacaq. Sən məni bağışladım desən, Elnur 100% sağala bilər ana. Məyər bu çətindir? Bircə dəfə bağışladım demək belə çətindir? Axı dedim mənə sənin nə mirasın, nə də evin lazım deyil. Axmaq. Sənə halal eləməyəndən sonra mənim üçün nə mirasın, nə var dövlətin zərrə qədər əhəmiyyəti ola bilməz. Bunu özün də yaxşı bilirsən. Artıq bu sözlərin mənası yoxdur. Mən onsuz da yol verdiyim bütün əməllərimə görə çox peşmanam ana. Səndən üzr istəyirəm. Özümə görə yox, balama görə istəyirəm, balama görə. O bu dünyaya gəlib nə görüb ki, axı nə görüb ki ana, nə görüb? Ana, mənə əzab vermə. Səndən xahiş eləyirəm, mənə əzab vermə. Səndən xahiş eləyirəm, sənə yalvarıram. Yaxşı. Bu nədir belə? Oo. Gördünüz? Sizə nə demişdim? O pul oğurlayıb. Bu da pullar. Bu sizin düşündüyünüz kimi değil. Oğurluq elədiyini boynuna al. Oğru. Mən o pulları uğurlamamışam. Qərar verməyə tələsməyin. Özünə haqq qazandırma, bildin? Ondansa hər şeyi etiraf elə. Hə, pulu niyə uğradığını bilirəm. Onu bir oğlan damda oturub gözləyir. Ha, sən bunu hardan bilirsən? Dünən onların söhbətini eşitmişəm. O oğlanın adı Aslandır. Vay vay, rüsvayçılıq. Aslan. Bu o günkü oğlandı. Hansı günkü oğlan? Özü yaxşı bilir. Səndən soruşuram. Bunun ondan heç bir əlaqəsi yoxdur. Xeyr, deyirəm ki, onun əlaqəsi var. Bu həmin oğlandı. Tez ol aşağı düş. Elə bu dəqiqə bizi o oğlanın yanına aparacaqsan. Mən heç yerə getməyəcəm. Qoy Səltənət ana gəlsin, sonra həll eləyərik. Sən anadan sui-istifadə edirsən, hə? Sən nə desən o razılıq verir. Amma bu dəfə belə bir fürsətin olmayacaq. Həmin o ortağınla
ifşa olub rüsvay olacaqsan. Vay! Niyə ana sənə bu qədər etibar edir bunu bilmirəm, amma bu işin içində bir iş var. Mən bunu aydınlaşdırmasam rahat olmayacağam. Gəl görüm. Bırak məni. Sən neynirsən? Mən heç yerə getmək istəmirəm. Ay ay! Ay Allah! Səni bağışlayıram. Amma bir şərtim var. Hər şeyə, hər nə desən razıyam ana. Təki məni bağışlayasan ana. Qarğışımı bir şərtlə geri götürərəm. Nəvəm Elnuru özümlə götürüb gedəcəm. Bütün bunlardan sonra yenə səhvə yol versən, nə olacağını özün bilirsən. Elnur'u özündən aparacaqsan? Ona mən özüm baxacağam. Razıyam. Amma mənə ondan hər gün görüşməyə icazə ver. Sənə heç bir ziyan vurmaram ana. Yaxşı. Olar. Mən gedirəm. Məni bağışladın? Ana. Bağışladım. Elnur. Oğlum. Mənim balam. Ana. O özünə gəldi. Zibilə düşmüş ya ay kişi. Bəyəm indi zibilə düşmüşük? Başa düşmədim. Hələ də heç nə başa düşməmsən? Hə? Biz bu evə gələn gündən zibilə düşmüşük. Banu qarının nəvəsi elan ediləndən günümüz yoxdur. O vaxtdan zibildəyik. DNT cavabı çıxsa, dərimizə yaxşıca saman təpib, bizi buradan rədd eləyəcəklər. Başa düşürsən? Sən də bəsdir, ürəyimi partlatma ay kişi. O nə sözü deyirsən? Ağzından yel aparsın. Hələ o Samir özü adama elə baxır ki, əsəblərimlə oynayır. Soruşuram DNT-dən xəbər var, deyir yox. Hələ Səmadan xəbərin yoxdur. O da pul oğruyur ay kişi. Bacının qızı. Necə? Hardan oğurlayıb? Hardan olacaq bu evdən? Hə? Banu onu oğurluq eləyəndə görüb. İnci mama zatı qırıqdı. Hansı oğlana qoşulub qaçmaq istəyirmiş. Hamısı yalan, fırıldaqdı. Ay arvadı mənə bax. Gəl pal-paltarımızı da yığaq, buradan tez gedək. Hə? Mən də bu fikirdəyəm. Səltənət ana gəlsə, birinci Səmanı qovacaq. DNT-nin cavabı çıxanda da bizi qovacaq. Yəni bizim bəxtimiz belə qaradı. Eybi yox, razıyam. Təki bu külək mənim üstümdən əssin. Vaxtında get ki, bu külək səni başa ayaq eləməsin. Amma deyəsən belə də olacaq. Gəl, gəl. Hə, dediyin yer buradır. Hanı Aslan? Öz qulağımla eşitdim. O dedi ki, bu damda gözləyəcək. Dedi ki, gecikmə, tez gəl. Mənə bax, yenə nə hilələr qurursan? Yoxsa yolda gələndə ona ismarış yazmısan? Səndən soruşuram. Hey! Telefonum evdə qalıb. Boş yerə qışqırırsan. Axı, pul oğurladığın həqiqətdir. Pulu gizlətdiyin yerdən özüm Ax, tapdım. sən bilmirsən o pul əlimə necə keçib. Niyə burada dayanıb qışqırırsan? Mən bu işi cəzasız qoymayacağam. Sən bu əməlinə görə Səltənət ananın qarşısına cavab verəcəksən. Ey sən ləçər! Banu, Banu, bəsdir, Pulu bırax sən onu. oğurlamısan. Yaxşı, bəsdir.
Hə, nə olub? Məni niyə çağırmısan? Nə yaxşı ki gəldin Aslan. Bu xeyirxahlığın mənə baha başa gəlməsə yaxşıdır. Tez ol, sözünü de. Aslan, bilirsən, mənim bir nəfərə müəyyən qədər borcum var. Əgər pulunu qaytarmasam, məni öldürəcəyi ilə hədələyir. Yəni sənin borcun belə böyüdü, hə? Sən qız xeylağısan, nə işlərlə məşğulsan? İndi bu sözləri deməyin mənası yoxdur Aslan. Xahiş eləyirəm, o adamla sən özün açıq şəkildə söhbət elə. Aslan, yoxsa o adam məndən əl çəkən deyil, xahiş eləyirəm. Yaxşı, o hardadır? Hələ ki, buradadır, köhnə qatar yolunda. Sən məni burada gözlə, indi gəlirəm. Hə, mənim bilmədiyim başqa bir şey də var? Yox. İndi gəlirəm. Bəs də özünü ələ al. Niyə özünü dəli kimi aparırsan? Yaxşı olar qarışmayasan Samir. Özünü ələ al Banu. Niyə bu boyda qalmaqal yaradırsan? Axı o mənim pullarımı oğurlayıb. Neyniyim? Sakit dayanım, tamaşa eləyim. Bu o demək deyil ki, onu öldürməlisən. Tez gözümün qabağından rədd olmasa əlbəttə öldürərəm. Gəlin evə gedək. Görünür Aslan həqiqətən də burada deyil. Niyə dayanmısan? Gəl gedək. Mən istəsəm 1 milyon da taparam. Mənə bax. 1 milyonla nə etmək olar? Cavidan, sənin daha yaxşı seçimin var. Hər halda varlı adamın oğlusan. Əşi var dövlət nə gəzir? Bilirsən ki, atamla nənəm dalaşıblar. Bu dəqiqə onun da işi yaxşı deyil. Hələ üstəlik o şikəst oğlu da pullarını konfet kimi sovurur. Yox. Mənə ümid eləməyəsiz, yaxşı? Mən evdən pul ala bilmərəm. Axı özünüz bilirsiniz. Bu nə xırdaçılıq deyilirsən, Güya nə böyük puldur ki. Bu oyun belədir də, bir qoyub 1000 alırsan. Hərdən uduzmaq da lazım. Düzdür, razıyam. Cavidan düz deyir. O gün biz udanda səhərə kimi klubda çox yaxşı vaxt keçirdik. İndi pul qazanmağın başqa yolunu tapmalıyıq. Ona görə də gəlin düşünək. Mənim yaxşı bir ideyam var. Gəlmisən əzizim. Şikəst olub əməliyyata düşməyimi istəyirdin? Niyə hər şeyi tərsinə başa düşürsən? Hal əhval tuturam, acı cavab verirsən. Sənə zəng eləyirəm, söyürsən. Başqa neyniyim? Elnur həkimlərin nəzarəti altındadır. Vəziyyəti yaxşıdır? Nəsə dəyişiklik var? Hə, biraz yaxşıdır. 2-3 günə çıxmalıdır. Hələ bundan da vacib xəbərim var. O nə xəbərdir elə? Anamla barışdım. Oy, O məni bağışladı. doğrudan? Hə, Oy, bu ki əladır əzizim. Doğrudan deyirsən? hə, doğrudan. Oy, Yanına da getmişdim. Hələ onu da xəstəxanaya apardım, Elnurun yanına. Dedim, məni bağışlamasan uşaq pis olacaq. Dedim ki, sən məni qarğıdığına görə Elnur bu vəziyyətə düşüb. Ondan sonra anam məni bağışladı. Amma məndən bir şərt kəsdi. nə şərt kəsdi? Həkimlər Elnuru xəstəxanadan buraxanda anam onu öz evinə aparacaq. Axı o... Nədir? Sevindiyindən deməyə söz tapa bilmirsən? Əsas odur ki, anam məni bağışladı. Artıq pulumuz olacaq, pulumuz. Başa düşdün? Mən axmağam ki, səndən danışıram. Yaxşı, ged əzizim. Hə, gedəcəm. Bugün mənim əhvalımı heç kim poza bilməz.
İşlərinizi görə bildiniz Səltənət ana? Hə. Amma yarısını sənə saxlayıb gəldim. Samir evdədir? Salam əleyküm. Yox, deyəsən o bayra çıxdı ana. Onda get Səmaya de, mənim üçün bir fincan yaşıl çay dəmləsin. İçinə bir dilim də limon atsın. Deyəsən təzyiqim qalxıb. Ana, Səma da evdə yoxdur. O da gedib. Bəs Banu hardadır? Banu getdi, o da çıxıb getdi. Birazdan hamısı bir yerdə qayıdıb gələrlər. İndi gələrlər, hamısı çıxıb getdi. Evdə tək özüm qalmışam. Ümid eləyirəm salamatlıqdır. Təsadüfən onların hamısı eyni yerə getməyiblər. Yox, bilmirəm. Cavandılar da ana. Bir-birinin dalınca çıxıb getdilər. Gəncdilər də neyniyək? Neynəmək olar? Tövbə. Mənə bax, Ulduz xanım. Mən evdə olmayanda təsadüfən heç nə olmayıb ki? Yox. Nə olacaq? Şükür Allaha salamatlıqdır. Sakitlikdir. Mən də özüm üçün qəhvə hazırladım. Amma şəkəri çox az olub. Gedin buna şəkər qatım. Sizin üçün də yaşıl çay gətirim. Limonlu çay. İstədiyiniz kimi. Hə? Yer kürəsi dairəvidir, görürsən? Yenə görüşməli olduq, hə? Çox uzatma, sözün canlıdır, hə? De görüm qızdan nə istəyirsən? O qız kimin qızıdır, ha? Deməm sənə etibar elədiyim bir adam gətir. Qız da məni çağırıb. Deməli, inandığı adam mənim. Eşidirəm. İndi nə sözün varsa buyur de. Şəhrizadın mənə borcu var. Özü də çox böyük borcdur. Borcunu versin, hər şey bitsin. Dilini də dinç qoysun. Səndən nə qədər pul alıb? Pul yox, dərman alıb. Varlı adamın qızı olduğuna görə ona nisiyə verirdik. İndi buyursun ödəsin. Yəni nə dərman alıb? Psixotrop dərmanlar alıb. 3400 som ödəsən, məsələ həll olunur. Yaxşı, aydındır. Amma dükanda cəmi 3000'dir. Bu bəs eləməz, hə? Ona görə də bir həftə gözləməli olacaqsınız. O qədər gözləyə bilmərik. Pul lazımdırsa gözləyərsiz. Gözləmirsənsə nisiyə mal verməzdin. Necə? Bir həftə? Hey, sakit ol. Bir həftə deyirsə gözləyərik. Onda pulu səndən istəyəcəyik. Ümid eləyirəm sözün üstündə durarsan. Mən həmişə sözümün üstündə dururam. Bir həftədən sonra səni bax burada gözləyəcəyik. Qaqaş, onu nahaq buraxdıq. Onun dərsini vermək lazım idi. Gəlin. Siz hardan gəlirsiniz, hə? Bax bu oğrunun ortağını tutmağa getmişdik. Oğru? Ana, o sizin pullarınızı oğurlayıb. O gün gördüyünüz ortağı var, ha? Aslandı, ya bilmirəm kimdi. Bir sözlə, onunla qaçıb getməyi planlaşdırırdı. Yaxşı. Sonra? Ora getdiyimizi eşidib qaçıb getmişdi. Ana, sizə əvvəldən demişdim. Demişdim ki, bunlara yaxşılıq yoxdur. Bunlara rəhm eləmədən dərhal tutub polisə vermək lazım idi. Ana, bu nankörla əclaf ortağı damda gizlicə görüşüb buradan qaçmağı planlaşdırırdılar.
Səma elə buna görə bax bu pulları oğurlayıb. Amma təəssüf ki, biz ora gedəndə Aslanı tapa bilmədik. Yəqin ki, qaçmışdı. Ana, bu da pullar. Sən məni atıb gedəndən sonra özümü bu dərmanlarla sakitləşdirirdim. Bunu tax, kaftarın qarşısında gəz. Çalış elə eləyəsən ki, kaftar bu boyun bağını boynunda tez-tez görsün. Nə qədər ki mən varam, sən bu evdə gün görməyəcəksən. Mən sənin kim olduğunu bilirəm. Yol kimin idi? Mənim idi. Özün mənim qarşıma çıxdın. Ay qız sən karsan? Bu pulu heç kimə verməyəcəm. Onun öz yiyəsi var. Dedim axı, mən ora vacib bir işə görə getmişdim. Elə yaxşı ki getmişdin. Hə, mənim bir qaydam var. Həqiqət həmişə istəklərdən üstündür. Mənə düzünü de. Sən buradan getmək istəyirdin? Serial Space televiziyasının sifarişiyle paylaşıldı. Geldi gör çırağlar, dönüp çıkıp giden günler, soyudu ocaklar. O koşanlar afsus bitti, saf mühabbet sona yetti. Hiç bilmedik vüsalımız, bizden küsüp hara gitti.